Hər birinizi salamlayıram. Müqəddəs Kəlbəcər torpağında bu günləri Kəlbəcərə Qayıdış İctimai Birliyinin hörmətli və əziz üzvləri, Ali Məclisin sədri İlşən müəllim, qurucusu, yaradıcısı Ramiz müəllim Abşov Kəlbəcərə gəlibdi. Kəlbəcərə ilk ziyarətə gəlirlər. Ziyarətiniz qəbul olsun əziz qardaşlar. Teşekkürler, sağ olun. Teşekkür Bu günə şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah Azərbaycan ordusunu qorusun, Ali Baş Komandanı qorusun. Bəli, Azərbaycan dünyada öz sözünü dedi və Azərbaycan ordusu dünyada aparıcı ordulardan biri oldu. Şükürlər olsun Allah'a ki artıq Azərbaycan birinci yaranır. Azərbaycanla dünya razılaşır. Bir daha şəhidlərimizə Allah rəhmət eləsin, onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə Allah şəfa versin. Şəhid valideynlərinin əlindən öpürəm. Bir daha sizin de ziyarətiniz qəbul olsun. Siz vətənpərvər insansınız. Hər biriniz mübariz insansınız. Vətənin, Kəlbəcərimizin işğaldan azad olunmasında hər birinizin müstəsna rol olur. İstər biz de onu ayırmaq düzgün deyil. Birinci Qarabağ, ikinci Qarabağ. Mən onu elə Qarabağ müharibəsi deyirəm. 92-ci illər istəyirəm indiki vaxtlarda hər birinizin böyük bir əmək olur. Və şükürlər olsun deyir, niyyətin də hara, mənzilin də ora. Və değerli kardeşimiz Ramiz müəllimin bir niyyəti var idi ki, mən Ağdərə yolu gedəcəm, Kəlbəcərə mən Murov yolu getməyəcəm. Və Allah da eşitdi, dövlət başçısı da və ordumuz da ermənilərə yerin göstərdi ki, sizin yeriniz bura deyil. İnşallah vaxt gələcək erməninin yeri hiç Qafqaz olmayacaq. İnşallah. Allah korusun. İnşallah. İnşallah. Kəlbəcərdəyik, gözəl Füsunkar Kəlbəcər torpağındayıq. Allah Yaqub müəllimə rəhmət eləsin, onun bir şeiri yadıma düşdü. Deyir, Leyli gözlərini qoya satdığa, Məcnun qiymətini kəsə qəlbimdə. Yenidən sevişə vurğun dürrə ilə, barışa qəlbimdə, küsə qəlbimdə. Oyana Kürt qızı doğanda ülkər, Akilsə kəndindən aşıq ələskər, sazın sinəsinə basa qəlbimdə. Axırda, yəni kısa danışıram, şeiri kısa deyirəm, deyir, Yaqubam, Dəli dağ qardaşım ola, Keytinin qarı tək ağ başım ola. Lalənin jaləsi göz yaşım ola, səhərin yerləri əsə qəlbimdə. Və səhər yerində lalənin jaləsini görürük. Bəli, o Keytinin qarın görürük. Yenə min şükürlər olsun. Əziz insanlar bu günləri Kəlbəcərə gəliblər. Biz Kəlbəcərdə qarşıladıq dostumuz Azər. Hoş geldin, sefa gelipler. Azər Nərmanoğlu və Şaplarlı kardeşim, Buqar kardeşim. Hər ikisinə minnətdaram. Benimle bir Kəlbəcərdə qarşıladıq və Allah'tan arz eləyirəm ki, hər bir Kəlbəcərlilər daim uzun müddət, uzun böyük bir ömür sürsünlər Kəlbəcərdə. Çox şükürlər olsun ki, gedir, məskunlaşma olacaq və daim yaşamağa bütün Kəlbəcərlilərə Allah'tan arz eləyirəm ki, müqəddəs torpağımızda, bu cənnətimizdə, Məkkəmizdə, Mədnəmizdə daim yaşayaq. Hoş gelmişsiniz. Sağ olun, sağ olun. Yani